İnanın ki, ən halal dediyimizin tərkib hissələrini belə oxuduğum halda dəhşətli dərəcədə şok vəziyyətə düşdüm. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. İndi isə keçid arım alış-veriş etdim. Ora sonra qayıdırıq. Deməli dostlar, sizə kalbasa və saskalar haqqında danışmaq istəyirəm. Bunların halal haramlığı bir tərəfə, bir də sağlıqlı məsələsindən çox diqqət edərik. Deməli, bunun tərkibində vardı. Y200, Y202 götürdük. İndi isə aldığım məhsulları göstərim. Deməli, bir neçə növ kalbasa və saska aldım. İnanın ki, ən halal dediyimizin tərkib hissələrini belə oxuduğum halda dəhşətli dərəcədə şok vəziyyətə düşdüm. Ki, bu necə olur da bu məhsullardan biz xəbərdar deyildik. Çünki bu məhsulları bizim üçün nə qədər zərərləri olduğunu birazdan deyəcəm. İndi isə məhsulun üzərində olan yazıları oxuyacağım, sonra isə analiz edəcəyik. Deməli, saska nə var? İstənilən markalarda bu məhsullar ən bahalısını belə aldığımız halda, halbuki bunun kilosu gərçir 15 manata, daha bahası da var əlbəttə. Yəni, orta qiymət olan. Tərkibində nələr var? Mal əti, toyuq hissələri. Toyuq hissələr deyəndə burada nədən söhbət gedir? Çünki toyuq filesi olanda yazılır toyuq filesi. Hissələr dediyində toyuq dərisi və ya qığırdaqları, yəni istifadə olunmayan hissələrindən söhbət gedir. Stabilizatorlar Y450, turşuluq tənzimləyici Y330. Gəlin görək bu maddələr nədir? Bunu isə ofisdə analiz edib sizə deyəcəm. Sevərək, bəhbəhlə yediyimiz bu məhsullar bizə hansı fəsadlar törədir? Bunu açıram, bir də içərisini yaxından tanış olaq. Sizcə marketdən aldığımız kalbasa ətdən hazırlanır, yoxsa tərkib hissəsi təəccübləndirə bilər? Bir çox kalbasaların və saskanın içərisində əsasən soya, nişasta, dəri tullantısı, Y250, sodyum nitrit, dadlandırıcılar istifadə olunur. Bir də bunu unutmayaq ki, bizim körpələrimizin və bizim hətta daimi o məhsulu istəməyimiz, ona bağlılığımızın yaratmasının əsas səbəbi burada bir kod var ki, o kod olur. Y621, monosodyum, glutamat. Bu isə insanlarda asıllıq yaradır. Və bunu da məhsulun içərisinə vurmaqda məqsədləri uzun müddətli qalsın və gözəl bir dad yaratsın deyə. Bu dad da bizdə alışqanlıq yaradır. Baş ağrısı, halsızlıq və hətta asıllıq yaradır. Və eyni zamanda hansı fəsadlar yaradır? Beyin fəaliyyətinə təsir göstərə bilər. Ən əsası da odur ki, yaddaşımız, baş ağrısı, ürək bulantısı və təzyiqin yaranmasına səbəb olur. Amma nə olursa olsun, mütəmadi istifadə etməyin. Çünki bu bizdə bu asıllıq yaradır. Orucan deyəsən, halımda yoxdur danışmağa. Y250, bu isə natrium nitritdir. Bu harda istifadə olunur? Həm rəngdə, rəngləndirir, həm uzun müddətli saxlanmasına və bakteriyaların inkişafını dayandırır. Bəs bu hansı fəsadlar törədə bilər bizə? Xərçəng riskini artırır. Çünki xüsusən də nitrozamin adlanan xərçəng törədici maddəyə çevrilər. Mən demirəm yeməyin, sadəcə mən öz həyatımdan bunları çıxardıram. Sonra isə istifadə olunan məhsullardan toyuq dərisi və mal piyi, palmal yağı kimi və xüsusən də dadlandırıcı soyalar, nişastalar, kraxmallar, demaglas sosları, xüsusi dadlandırıcı sümük tozlar da istifadə olunur. Həm maliyyə baxımından qorusun, büdcəsini qorusun, həm də ki, insanların sağlığına belə bir zərər vuraq deyə. Amma əsas odur ki, sağlığınıza diqqət edin. Nə olursa olsun, məsələn, digər məhsul haqqında məlumat vermək istəyirəm. Bu isə kalbasadır və məşhur kalbasadır. Adını marka olaraq göstərmək istəmirəm. Bu arada çəkiliş edəndə marketdə artıq məni çəkməyə də icazə vermirdilər. Əzizlərim, part 2-də isə kalbasa haqqında məlumat verəcəm. Bu kalbasanın tərkibində nə vardır? Əgər sizə də maraqlıdırsa, part 2-ni gözləyin. Ləzzət Otçu səhifəsini izləməyi unutmayın. Mən Mübariz Vəliyev. Bütün qidalarda olan həqiqətləri sizlərə açıb deməyə gəlmişəm. İzləyin ki, məlumatlar olun.